Salam, hər biriniz kanalıma xoş gəlmisiniz. Necəsiz? Ümidvaram hər biriniz yaxşısınız. Mən də yaxşıyam, şükür Allaha. Bugün banka getmişdik. Biraz işimiz var idi. Daha sonra markete keçdik. Marketdən bəzi lazım olanları aldıq. 2 ədəd belə arka nəzər aldım buzdolabı üçün. Daha sonra 1 kilo alça, yarım kilo ərik aldım. Yaxşı ki də yarım kilo almışıq. Çünki heç 1 qram belə olsa ərikdən ərik dadı gəlmirdi. Daha sonra 1 kilo çeri pomidor, 2 kilo soğan, 3-4 ədəd banka qapağı. Əslində çox alacaqdım. Keyfiyyətli olmadığı üçün az aldım. Başqa yerə də getmədim. Başqa yerə gedəndə çox alacağam. Yəni başqa marketə. Daha sonra kəsmik, evdən işə aparmağa belə şirniyyatlar. 3 cür konfet aldım. Hərəsindən çox az aldım. Çünki hər ayın əvvəlində bazarlığa gedirik. İndi 3-4 günə onsuz da aylıq bazarlığa gedəcək. Ona görə də hərəsindən azaldım. Bu sevdiyim konfetdir. İçi marmeladlıdır belə. Çox xoşuma gəlir. Daha sonra belə bir şokolad aldım. İlk dəfə alıram. Bəyəndik. Mən əvvəlcə az-az alıram. Evdə dadına baxırıq. Əgər bəyənilirsə, daha sonra ondan alırıq da. Yəni belə çox almağı sevmirəm. Birdən bəyənmərəm deyənə. Daha sonra belə saqqızlar, qazlı su, bir də 1 ədəd 2 litrlik bitki yağı. Aldıqlarım bu qədər. Yəni qırğın bazarlıq deyil. Yəni normal az miqdarda lazım olanları aldıq. Bugün qarışıq belə bir vlog çəkmişəm. Bugün ikinci yarısıdır artıq. Qışda sarımsaq əkmişdim. Artıq dedilər ki, çıxartmaq zamanıdır. Çıxartdım. Həm baş hissəsini, həm də yaşıl yerini kəsdim. Qoydum qurumağa. Əslində günəşə qoymuşdum. Daha sonra anam dedi ki, quru sərinsə yerdə qoy günən qorusun. Çünki günəşdə dedi ki, sarımsaqları gün bişirə bilər. Yaxşı ki, anama demişəm, yoxsa qoyacaqdım, günəşdə bişəcəkdi sarımsaqlar. Qızlar, sizlər necə? Bostanda nəsə əkməyi sevirsiniz? Bağınız varmı? Mən 2 ildir belə həvəsə düşmüşəm, belə işlərlə məşğul oluram boş zamanlarımda. Boş zamanım olmasa da mən hökmən belə şeylərə vaxt ayırıram. Çünki çox sevirəm, istəyirəm ki, bağda hər şey olsun. Həyətin hər tərəfinə güllər əkmişəm. Ondan sonra hər tərəvəzdən az-az əkmişəm. Buranı əkmişəm. Keçən il ilk dəfə həyatımda buranı əkmişdim. Maşallah xeyli gətirmişdi. Hətta mən borandan pay da verdim bir neçəsini. Daha sonra nə bilim pomidor, xiyar, hər şey əkmişəm. Yəni çox marağım var. Zəfəran. Mən lobya yemirəm, amma görün nə qədər həvəsim varsa, hətta lobya belə əkmişəm. İnşallah bir gün qoy üstlərində olsun, yetişsin tərəvəzlər. Çəkib sizlərlə paylaşaram. Çünki mənə çox maraqlı gəlir. Nə bilim, sevirəm belə şeyləri. Sonra həyətdə belə şüyüdlər əkmişdim. Bunları tum üçün saxlamışam, amma bunları yığmışam. İnşallah ki, yayda tutanda pomidor, xiyar tutması bunları istifadə edəcəm. Qəşəng sadəcə gül yerini kəsmişəm. Qalan çubuqlu yerlərini tulladım. Yarısını da simlə bağladım, astım bir yerdən. Bu da bizim həyətimizin çiçəyi. Bu qışda miyoldayırdı, biz də həyətin qapısında. Həyətin qapısını açdım, gördüm ki, bunu itmi, pişiklərmi, nə günə qoyublar. Əli, ayağı sınıq idi, nə gündə. Quyruğu yaralı idi, özü hər yeri yaralı, qan içində idi. Buna çörək verdim və bunu həmən gündən bəri saxlayıram. Bu da bizim həyətimizin çiçəkləri. Görün nə gözəldir. Bu da bağımızın xiyardır. Dedim, qoy böyüyüblər. Dərim xiyarlar da. Bismillahirrahmanirrahim. Artıq ikinci dəfədir. Belə dərirəm.
Bu da soğandır, əkmişəm. Daha doğrusu mamam bizə gələndə mamam əkmişdi. Bu da soğan var. Bunlar da reyhanlarımdır. Bu yaşıl reyhandır. Böyle. Bu da qara reyhandır. Yaşıl reyhan əkdiklərim hamısı tutdu. Bu qara reyhandan isə 3-4 dənəsi tutub. Belə. Bunun da dadı ancaq fərqlidir. Biraz. Sizlər necə bağ əkmisiniz? Bu qədər bugünlük bəsdir. Bunlar da cəfərlərdir. Dedim biraz da cəfəri toplayayım. Çox az. Həm də ki dolğa bişirəcəm. Biraz pərpətöyün nana falan dərəcəm. Bu qədər yetərlidir. Belə. Təbii. Bunlar da nanələrimdir. Belə təbii. Mənim üçün maraqlı gəlir. Həm də ki istədiyim zaman gəlib lazım olduqca dərrəm. Bu qədər. Belə hər göyərtədən biraz yığdım. Dolğaya əlavə edəcəm. Geçen sərgəni yığdıqdan sonra belə bu da bir şeyler yaratmak istəyib. Adımı yazıb baş hərfini. Adımın baş hərfini yazıb. Bu da acı tərə belə tum gətirib. Bunları qoymuşdum günəşə. Bunun tumlarını bundan ayıracağım, təmizləyəcəm. İnşallah avqustda əkəcəm. Qismət olsa belə. Və cücələrini görək. Yumurta koyublar. Maşallah.
4 tane tavuk yumurtası, bir de hinduşka yumurta. Buradan da bağa su verirler. Gördüğünüz için. Böyle. Bunlar da benim güzellerim. Maşallah. Həyatdakı işlərimi yekunlaşdırdıqdan sonra çıxdım evə, bir tava belə kişmişli keks bişirdim. Resepti kanalımda var. Görürsünüz necə yumuşaqdır. Daha sonra kənd çolpasını doğradım. Qəşəng ləvəngi bişirdim. Bütöv çolpadan bişirmədim. Çolpanı doğrayıb bişirdim bu dəfə. Uzun uzadı bişirmə prosesini çəkmədim. Çünki bunların resepti kanalımda var. Daha sonra qoz küpüsü bişirdim. Bir də ki aş süzdüm və belə kişmiş, qaysı, xorma, yağda qovurdum aşın üzərinə. Bugünlük vloqum bu qədər. Videomu sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Videomu bəyəndinizsə kanalıma abunə olub, videomu bəyənib şərh bölməsində şərhlərinizi yazmağı unutmayın. Hələlik.